İnsan immun çatışmazlığı virusu artıq idarə olunan xronik xəstəlikdir. Azərbaycanda insanın immun çatışmazlığı virusuna qarşı mübarizə çərçivəsində görülən tədbirlər nəticəsində bu virus artıq ölümcül deyil, idarə olunan xroniki xəstəlik kimi qiymətləndirilir. Bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov səhiyyə.gov.az saytına məlumat verib. Onun sözlərinə görə 1987-ci ildən bəri ölkədə 11.260 nəfər insan immun çatışmazlığı virusu ilə yaşayan şəxs rəsmi qeydiyyata alınıb. Hazırda 10 mindən çox pasiyent antiretrovirus terapiyası ilə daimi nəzarətdədir və müalicə Ümumdünya Səhiyyə Təşkilatının protokollarına uyğun ödənişsiz şəkildə təqdim olunur. İnsan immun çatışmazlığı virusunun erkən aşkarlanması 10 regional laboratoriyada aparılır. Müayinələr anonim və konfidensial şəkildə həyata keçirilir. Risk qrupları üçün səyyar müayinə məntəqələri fəaliyyət göstərir. Profilaktika məqsədi ilə bəzi proqramlar tətbiq olunur. Hamilə qadınlar arasında aparılan nəzarət nəticəsində mərkəzdə qeydiyyatda olan analardan doğulan bütün uşaqlar sağlamdır deyə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib.